Salam yoldaşlar, bugün sizlərlə dadə haqqında danışacağıq. Da, vergül, də. Bunlar bilirik ki, həm şəkilçi kimi çıxış eləyə bilər, həm də ki, ədat və bağlayıcı kimi. Yadda saxlayırıq. Əgər dadə şəkilçidirsə, necə yazılmalıdır sözə? Bitişik. Düzdürmü? Şəkilçi olarsa, o zaman əvvəlində qoyacağıq nə? Defis işarəsi. Yox, dadə bir də nə ola bilər? Bağlayıcı və ədat. Bu zaman sözdən, aid olduğu sözdən necə yazılacaq? Ayrı. İndi dadə şəkilçi kimi işlənərkən həm yadda saxlayırıq. Dadə. Da. Bir dəqiqə. Aha. Da. Düzdürmü? Bir də ki, də. Əgər şəkilçidirsə, sözə bitişik yazılacaq. Məsələn, deyirəm, fərq eləmir də. Leksikdir, yoxsa qrammatik. Yenə də necə yazılmalı idi dedi? Bitişik. Məsələn, nümunələrə baxaq. Bitişik. Deyirəm ki, kitabda. Burada da nə olacaq? Hal şəkilçisi qrammatik. Bir də var deyirəm ki, yayda. Bu leksik də ola bilər təbii ki, yerinə görə qrammatikdə. Necə? Məsələn, deyirəm ki, yayda bizə gələrsən. Elə nümunə yazdım ki, məndə, yəni iki cür düşünmək oldu. Ona görə baxaq hər iki nümunəyə. Bir də var, yazıram ki, yayda ox var idi. Baxaq, yayda bizə gələrsən. Nə vaxt? Yayda. Burada da nə oldu? Zərf düzəldən leksik şəkilçi. Düzdürmü? Amma yayda ox var idi. Nədə? Yayda. Buradakı da nə olacaq? Hal şəkilçisi və necə şəkilçidir? Hal şəkilçisi bildiyimiz kimi qrammatik şəkilçi. Yəqin ki, şəkilçi məsələsində elə də çətinlik çəkməzsiniz. Daha sonra baxaq bağlayıcı və ədat kimi. Yadda saxlayırıq. Da və də. Bağlayıcı kimi və yaxud ədat kimi çıxış elədiyi zaman nə olacaq? Sözdən ayrı yazılacaq. Bəs bağlayıcı olanda mən bilmirəm də, müəllim. Dadəni bağlayıcı kimi mən qarışdırıram ədatla. Necə edim? Qarışdırmayım. Neyinirik? Layıcı. Yadda saxlayırıq. Əgər dadə cümlədə iştirak məzmunu verərsə, təbii ki, iştirak məzmunu. Bir daha deyirəm. Cümləyə iştirak məzmunu verərsə, nə olacaq? Bağlayıcı. Layıcı. Əksi olarsa, təbii ki, nədir? Olacaq ədat. Və iştirak məzmunu verdiyi zaman bağlanma funksiyasını yerinə yetirir. Yəni, bağlayıcı dadə funksiyasını yerinə yetirir. Məsələn, deyirəm ki, mən də gedəcəm. Burada mən də gedəcəmi, yəni hamı gedib. Düzdürmü? Hamı gedib. Ağlımda, yəni özümdən başqalarını da düşünə bilirəm. Mən də gedəcəm. Hamı gedib, mən də gedəcəm. Demək, buradakı də nə olacaq? Bağlayıcı. Amma məsələn, deyirəm ki, kitabını oxu da. Düzdürmü? Burada bir iştirak məzmunu yoxdur. Bu zaman da olacaq nə? Ədat. Qısa formada, yəni, belə deyək, yadda saxlayaq ki, dadəni dana və dana üstü ki, dana dənə ləhcələrdə işlənir bu. Dana dənə ilə əvəz eləyə biliriksə, olacaq ədat. Məsələn, kitabını oxu dana. Düzdürmü? Bir mənə tərəf gəl də, Düzdürmü?
Nə deyirik? Baxaq, bir mənə tərəf gəl, dənə deyə bilirikmi? Deyə bilirik. Demək, buradakı dənədir, ədatdır. Bir də yadda saxlayırıq nəyi? Yadda saxlayırıq. Əgər, bunu qayda kimi belə yadda saxlayaq, mürəkkəb cümlələrdə onsuz da bu məqamı veriblər. Deyək bizdə. Əgər da, də bunların dadənin əvvəlində sa şəkilçisi, sa üstü 2 şəkilçisi gələrsə, nə olacaq? Ədat olacaq. Məsələn, deyirəm ki, o oxusa da qəbul olmadı. Düzdürmü? Olmadı. Buradakı daya biz nə deyəcəyik? Ədat, bağlayıcı olmayacaq. Çünki bir daha deyirik, əgər dadənin əvvəlində sa gələrsə, oradakı dadə olacaq ədat. Belə yoldaşlar, dadəni belə fərqləndirəcəyik, bağlayıcı və ədat olma funksiyasına görə. Məsələn, təbii ki, təkrarlanan dadələr adətən nə olur? Bağlayıcı olur. Məsələn, deyirəm ki, kitab da, qələm də, dəftər də aldım. Düzdürmü? Aldım nə? Görürük ki, iştirak məzmunu var. Də, düzdürmü? Kitab da almışam, qələm də almışam, dəftər. İndi mən bu cümləni belə yazıram. Baxın, kitab da aldım. Baxıram indi. Yəni, ağlıma nə gəlir? Təkcə kitab almamışam da. Yəni, başqa şeylərdə nələrsə almışam. Amma kitab da almışam. Yəni, başqa nələrsə almışam. Kitab da almışam. Demək, burada olacaq da bağlayıcı. Amma bir daha deyirəm. Məsələn, o pis tərəfə məsələn, baxmada, düzdürmü? Pis tərəfə baxmadana, düzdürmü? Demək, buradakı da nə olacaq? Ədat. Belə yoldaşlar, sağ olun.